Təqdim edəcəyimiz sujetdə öz əlil övladına görə köməklik istəyən Göyçay rayonu Hacılı kənd sakini rəsmi əli qızının başına gətirilən oyunlardan söhbət açacağıq. Belə ki, qaz probleminə görə dəfələrlə Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayeva və həmçinin də qaz dairəsinin müdirinə müraciət edən Rəsmiyə xanıma onların cavabları belə olub. Get bugün, olmaz səhər olar, sabah gələrsən və s. Nəhayət ki, o sabahlardan birində qaz dairəsinin işçiləri Rəsmiyə xanımın qazını çəkməyə qərar verir. Lakin qonşu çəpərdən gətirilən qaz borusunun ömrü də uzun olmur. Mən Göyçay rayon Hacılı kənd sakini Rəsmiyə əli qızı. Ayın 20-sindən bura, 2015-ci oktyabrın 20-sindən bura icra başçının Mübariz Ağayevin qəbulunda olmuşam. Get sabah gələrsən, vədələr verə-verə. Get nə bilim, qaz idarəsinin müdirini çağırıb, vaxt verib 3 günə qazın çəkilsin. 3 gün keçib, 3 gündən sonra gedib məlumat vermişəm, qazım çəkilməyib. Təzədən elə olub, icra nümayəndəsi, kənd sovetinin sədri İslam Rüstəmova deyib ki, bəs bu xanımın gedin, qazın çəkdirin. Yenə getmişəm qəbuluna, yenə də həmin şey. İndi də hal-hazırda qazımı çəkib, nətəri mədəni yolla oğurluq. Məni oğurluğa məcbur eləyirlər. Belədir ki, qonşunun qaz xəttindən, nə elə bil ki, getdim o qonşunun evindən oğurluq elədiyib, ya da ki, belənçinə qonşunun xəttinə girib xətti. Hatta ki, başçımız belə vədə vermişdi ki, qapından gələcək, küçə qapısından xəttin gələcək, oradan da çəkiləcəkdir qazın evə, ev vəsaitin, hamısının vəsaitləri o da özüm öhdə eləyəcəm. Bax, belənçinə gedirəm, deyirlər ki, get bugün həll olunacaq, get sabah həll olunacaq. Deyirlər, get hara deyirsən de. Ondan ötürü, məsəl, çağırtırıblar, polis də çağırtırıblar üstümə. Məsələn, polis götürür, aparır, gəl. Necə oldu ki, polis idarəsinə düşdünüz siz? Rəsmiyə xanımın hətta Göyçayda məşhurlar bayramı günü icra başçısı Mübariz Ağayeva müraciət etmək istəyən vaxt polis işçiləri tərəfindən Rəsmiyə xanım və əlil uşağı, hətta bir qız övladı da zor tətbiq edilərək güclə maşına otuzdurulur və polis idarəsinə aparılır. Gəldik çıxdıq əsas məsələyə. Polis idarəsinə belə ki, 7 noyabrda gedirdim ki, başçının qəbuluna polislər götürdü, apardı, 2 uşaq. Getmişəm, götürüblər, apardılar, təzyiq göstərdilər. Hansı təzyiqlər göstərdilər, nə dedilər sizə? Deyirlər ki, uşaqları incidəcək, nə bilim, nağarəcək. Beləcə, həmən şeylərdə eləyirlər, hal-hazırda eləyirlər. Gəlirlər də dəfələrlə də gəliblər həyətimə, göndərirlər, bax, belənçinə, bəzi elə bir icra nümayəndələridir. Ondan sonra, nə bilim, qaz idarəsinin işçisi Mahir Məmmədovdur. İcra nümayəndəsi kənd sovetimizin sədri İslam Rüstəmovdur. Bunlar vəzifələrindən istifadə edirlər, üstümə yanıb, polisi göndərirlər. Polis aparır məni 2 uşaqla, 3 uşaq anacıyam, o cümlədən 2 uşağımın biri də əlil olmaq şərti ilə. Götürürlər o əlil uşaqla, aparırlar mənə məcburiyyət altında, izahat vercinə, nə bilim, nağarcına. Görəsən, əlil uşağı və balaca qız uşağını günahsız yerə polis idarəsinə aparmaq hansı qanunda yazılıb? Göyçay rayon polis idarəsinin rəisi İslam Hümmətov idarə etdiyi polis idarəsinin serjantlarının hərəkətlərindən və qanuna zidd əməllərindən xəbəri yoxdurmu? İslam Hümmətovun başı hansı işlərə qarışıb? Qanun keşiyində dayanan və xidmət edən polis rəisinin serjantlarının Rəsmiyə xanıma, onun əlil uşağına və azyaşlı qızına qarşı zor tətbiq etmələri bəs deyilmiş kimi, hətta dəfələrlə onların evlərinə polis serjantlarını Rəsmiyə xanıma polis idarəsinə gətirmələri üçün göndəriblərmiş. Sujeti təqdim edirik. Bir dənə polis gəlib ki, tövbəyə getməsin, izahat yazmasın. Bu nə hərəkətin? Mən başım çıxmır bunlardan. Hə? Nə bilim, deyir, bu çatdanam, deyir ki, aparacam, deyir ki, rəhbərliyin deyir, göstərişi var ki, get gətircinə. Deyirəm, bu nə hərəkətdir? Mən burada elə bir ki, qatı cinayətkar kimi bunlar mən gündə götürüb aparırlar polisə. Belə ağbədiyəsini çıxartdılar bunlar. Hə, yaxşı, yaxşı. Bu ağbədiyəsini çıxartdılar, beləsinə ağbədiyə olar. Belə hərəkət olar o. Mən xəstə uşaq gündə
Kifli duşarı götürüm qucağıma gedim ki. Kənd üzrəsidir onda. Fransaskosu İlqar Quliyevdir. Köməkçi gedirəm da mən. Ona Kimdir? İlqardır, Fransisko. İlqardır. Kadrlarda da gördüyünüz kimi polis serjantı Rəsmiyə xanımı polis idarəsinə aparmaq üçün gəlib. Amma görəsən, polis serjantının qanunlardan xəbəri varmı və o Rəsmiyə xanımı nə üçün polis idarəsinə aparmağa gəldiyini bilirmi? Sujeti təqdim etdik, nəticəni isə siz çıxarın. Rayon icra başçısı Mübariz Ağayevin vətəndaşa söz verib, vədlər verib aldatması nə dərəcədə düzgündür? Bəs polis rəisinin serjantlarının Azərbaycan xanımına və Əli Uşağa qarşı qanuna zidd hərəkətlərindən polis rəisinə xəbərdar olmaması hansı qanunda yazılır? Unutmayın ki, Azərbaycan qanunlarla idarə olunur və qadın hüquqları da bizim ölkədə yüksək tutulur. Azərbaycan xanımlarının dünyada cəsarətlərinə, nailiyyətlərinə görə adları öndə çəkilir. Polis serjantlarının Rəsmiyə xanıma və onun azyaşlı övladlarına qarşı edilən mənfi hərəkətləri və həmçində Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin verdiyi yalançı vədlər Azərbaycan xanımına qarşı təhqir deyilmi? Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Xəbəri hazırladı Səadət Arif qızı, Star News.